Geçen gün böyle bir dua ediyordum. Allah'ım, kaş qollarım o kadar büyük olardı ki seni qucaqlayabiləydim. Yaxud da sen beni qucaqlayardın. İndi bilirəm bir çox dindarlar gedəcək, haşa, o bu danışacaq. Ama yox. Allahımla mənim aramdadır. Bunu heç kimsəni müdaxilə edəsi deyiləm. İçimdən o keçdim və qəribəsi bilirsiniz nədir? O gündən sonra daha çox insanlar durduq yer gəl məni qucaqlayır. Heyvanlar durub gəlir mənim yanıma və mənim pişiyi qucaqlayır. Ya mənim pişiyim təmas sevməyən bir pişiydir. Yatdığım yerdə gəlir üzərimə çıxır, mənlə yatır, qucaqlayır. Və iki dəfədir bəlkə də bu qədər dərindən hiss elədim. Allah'ın özü olduğumuzu, Allah'ın özünden geldiğimizi ve bütün cemiyeti, bütün beşeriyeti, var olan her bir şey özünden yarattığını çok qəribədir. Yani yaradan, yaradıcı, yaradıcıya bir dua elədim sadece ki, seni daha çok hissetmək istəyirəm, yaşamaq istəyirəm. Və məni xatırlatdı ki, bu hayatta olan hər bir şey zaten mənim əsərimdir. O insanlar mənim əsərimdir. Qucaqlamaq üçün qol istəyirdim. Başqa insanların təmsili ilə gəlib məni qucaqlayır. Ona görə ki, zaten hamımız birik. Zaten hamımız özük. Zaten hamımız Allah'tan yaranmış. Zaten bizim ruhumuz onun bir parçasıdır. Və bu çox dəyərli bir şeydir. Çox dəyərli.